mahnıları ilə bəhrələnmişəm. Toy məkanı, yəni onu seviyorum. Tam başdan ayağa mənim mahnılarımla bəstələr bu bilinir. Toy məkanı. Amma toy, bəli, o ayrı. Vüsal Hacıyev burada deyəndə ki, mən Tacir müəllimi sevib onun mahnılarını dinləmişəm. Çünki o bir akademik oxuyandı. Mən başa düşdüm ki, doğrudan da bugün individual olaraq bunlar özləri üçün məktəbdir. Amma bu üç insanı bəzən ayrırlar ki, filan. Bax, Brilliant xanım da deyir ki, o vaxtki toylar məktəb olub. Bugünkülər deyir çünki... Əlbəttə yox. Bugünkü yox. Amma Manafa da gələndə Manafın çox gözəl ifaları var. Mən özüm yəni oturub qulaq asmışam, məmnuniyyətlə qulaq asmış. Bir var ki, vərəqləyirsən, keçirsən, bir var qalırsan bir sənətçinin bir oxuduğu mahnıda deyirsən ki, bu özünə məxsus yanaşma ilə bunu ifa edib. Bizimkilər bilirsiniz, insanlar bəzən özünü güya qaldırmaq üçün başqalarını kiçiltməyi xoşlayırlar. Yalnız kiçik adamlar başqalarını kiçildər.